Bismillahirrahmanirrahim. Elhamdülillah. Esselatu vesselamu ala Resulillah əmmə bə'd. Salamlayıram hər bir qardaşımızı. Allah Teala hər birimizdən etdiyimiz gözəl ibadətləri qəbul eləsin. Allah Teala iftar süfrəmizi qəbul eləsin. Kimlər ki veriblər, əziyyət çəkiblər, fəaliyyətdə olublar, iştirak ediblər, Allah Teala onlardan qəbul eləsin. Təbii ki, biz artıq Ramazan ayını yola saldıq. Ramazan ayı bitdi. Necə gəlmişdi, o cürdə bitdi. Və özü ilə bol-bol xeyirlər apardı. Necə özü ilə bol-bol xeyirlər gətirmişdi. Gətirmişdi və payladı. İstifadə edən insanlar istifadə elədi. O xeyirdən, o bərəkətdən, o gözəl gündüzlərdən və ibadət dolu gecələrdən istifadə elədi. Kimlər də istifadə edə bilmədi və ya naqislik elədi. Hər bir halda Allah hamısını bağışlasın. Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlman üçün Ramazan ayının böyük əhəmiyyətli olduğunu bəyan eləmişdi. Çox böyük əhəmiyyəti var idi. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazan gələndə müjdə verərdi. Və nə qədər əhəmiyyətli bir aydır ki, sahabələr və onlardan sonra gələnlər 6 ay davamiyyətli dua edərdilər ki, Allahım bizdən Ramazanı qəbul elə. Yəni Ramazan bitəndən düz 6 ay irəli. Və Ramazana qalan o birisi 6 ayda isə dua edərdilər ki, Allahım gələn Ramazana çatdır bizi. Bu çox əzəmətli bir məsələdir. Yəni bir il 6 ay, 6 ay. Ramazan adı olan, Ramazan adı çəkilən dualarla sahabələrin və sələfilərin dilində olub. Bizim dilimizdə olmasa belə. Yəni onlar bu cür yanaşıblar. Belə məsələ deyil. Yəni gör nə qədər onlar üçün əhəmiyyətli olub ki bu ay. Bu ibadəti bitirdikdən sonra 6 ayda Allahdan istəyirlər ki, Allahım qəbul elə. Amma o birisi 6 ayda Allahdan istəyirlər ki, Allahım indi gələn Ramazana çatdı bizi. Bu böyük məsələdir. Həcc üçün belə şey yoxdur. Şübhəsiz bu bir mövsüm idi müsəlman üçün. Necə tacirin mövsümü olur, tacir orada qazanır, yığır və eynən də müsəlman üçün o cür mövsümdür. Bu mövsüm bitdi. Kimlər qazandı, kimlər itirdi. Allah Teala hər kəsin qazandığını onun üçün bərəkətli eləsin. Və kimlər ki təqsirkarlıq ediblər, Allah Teala o təqsirkarlıqlarından keçsin, günahlarını əff etsin və bağışlasın. Təbii ki Ramazan bitdi, amma ibadətlər bitmədi ki. Allah Teala'nın həmişə ibadətə, daimən və əbədən ibadətə layiq olmağı hər bir kəsin elmində var. Allah Teala ibadətə layiqdir. Ramazanda da, qeyri-Ramazanda da. Ramazan bəzi şeyləri öyrətdi. Ramazan bəzi şeyləri bizə bəyan elədi. Bəzi şeyləri bizə dedi ki, bunları eləyə bilərsiniz. Bizə dedi ki, oruç tuta bilərsiniz. Başqa aylarda da. Bizə öyrətdi ki, sədəqə verə bilərsiniz. Başqa aylarda da. Bizə öyrətdi ki, başqa acıları doyuzdura bilərsiniz. Başqa aylarda da. Bizə öyrətdi ki, işa namazından sonra gecə ibadəti eləyə bilərsiniz. Vaxtınız var buna. Bizə çox şey öyrətdi. Bizə öyrətdi ki, ac qala bilərik. Bizə öyrətdi ki, dözümlü ola bilərik, səbirli ola bilərik. Bizə öyrətdi ki, yorğun, arğın Allaha ibadət eləyə bilərik. Çox qardaşlarımız iş görürdülər, işdən gəlirdilər, yorğun, üzlərində, gözlərində hiss olunurdu yorğunluğun əlamətləri, lakin sıxırdılar özlərini, saxlayırdılar Allah üçün. Ramazan sənə demək istəyirdi ki, sən bu gücə, bu qüdrətə
malik bir məxluqsan, malik birisisən. Ona görə nə gözəl o qardaşların, o ibadət edən bacıların, insanların halına ki, onlar nə xoş o insanların halına ki, onlar davamiyyətliyi saxlayırlar, qoruyurlar. Çox mühüm məsələdir. Məscidlərə necə Ramazanda gedirdin elə getmək. İndi sabah bilinəcək ki, Ramazan deyil. Sabah aydın olacaq hər şey. Bəlkə indiki işə namazından aydın olacaq. Təbii ki, şeytanlar açılır və hücum edir, vəsvəsələr çoxalır, dünya yenə öz çağırışlarını eləyir. Lakin yenə də Allah Teala'ya ibadət bitməməlidir. Yenə də insan məscidlərə getməlidir və ən əsas da Şəvval ayını orucun tutmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən sama Ramazan, kim Ramazanı oruç tutsa, və ətbə'hu sittən minəş-şəvval, Şəvvaldan 6 dənə gün, 6 ədəd gün Ramazana tabi eləsə, yəni qoşsa, ona calasa, sanki bir ili oruçdur. Təbii ki, qardaşlar, biz bir il oruç da bilmərik. İkinci, bizim şəriətimiz qadağan eləyib bizə bir il oruç tutmaq. Yəni, bütün gün oruç olmağa qadağan eləyib şəriət. Lakin savabından məhrum eləməyib. Feilindən, yəni o əməli eləməyi bizə qadağan eləyib. Amma əcrini yox, mükafatını yox. O da nədir? 6 gün Şəvvaldan tutursan, 60 gün eləyir. Ramazandan 30 gün, o da nə qədər eləyir? 360 gün və il 360 gün. Ona görə Şəvval ayını fikirləşmək və həmçinin elə düşünmə, qabaqda bir ay var və bir ay uzundur. Yox, bir ay tez gəlib keçəcək. Elə çalış tez günlərdə başda Şəvval ayında tutmağa. Gələ bir gün gələcək ki, orucluq halından çıxasın. Hər bir halda sən bugün və sabah və birisi gün oruc halında olacaqsan. Yəni belə deyək də, psixoloji cəhətdən oruca köklənmiş bir bədən sahibi, ruh sahibi olacaqsan. Üstündən bir 10 gün keçsə artıq o abu-havadan çıxıb adi yiyib içilən günlər kimi olacaq, sonra oruç tutmaq çətin olacaq. Bacarsan elə bitən kimi tut, bitən bayramdan sonra. Çünki hədisdə gələn də işarə onadır. Kim Ramazandan sonra Ramazana 6 gün qoşsa, görsəndir ki, əvvəllər mühümdür, yaxşıdır. Düzdür, bu nə ayə deyil, nə hədis deyil, lakin ola bilər ki, yaxşıdır əvvəli. Ne üçün yaxşı ola bilər? Çünki nə ki xeyrə yaxındır, o daha yaxşıdır. Nə ki xeyrdən uzaqlaşır, o qədər də uzaqlaşır. Və sonra əl açıqlıq yenə davam eləsin. Yenə əl açıq ol, köksü açıq ol. Yenə dua elə Allahdan, yenə istə Allahdan. Yəni Allah Teala'nın sənə verdiyi ömür ibadətlə dolu bitsin. Bəzi insanlar Ramazanda oruç tuturlar, başqa aylarda heç denəmirlər. Namaz qılırlar və məscidə gəlirlər, başqa aylarda heç denəmirlər. Bu təbii ki, nöqsandır, naqislikdir. Biz isə bu nöqsanı aydındır eləməməliyik, yenə namazlara gəlməliyik, yenə oruç sünnədə varid olan oruclardan bacardığımız qədər tutmalıyıq, tutabiliriksə və eşitsək, bilsək ki, sünnə namazlarına görə kimlərsə iftar eləyir, onlara iftar verə bilərik, onlara yenə həmin məsələdə kömək eləyə bilərik, yenə kasıbları axtaraq, yenə ehtiyaclıları axtaraq, yenə ibadətdə davam edək. İbadət təkcə namaz deyil. Və sonra bil ki, Ramazan ayı bitəndən sonra hər bir müsəlman fitrə zəkatı verməlidir. Fitrə zəkatı dənli bitkilərdən 2 kilo yarım, 3 kilo arası çıxarılan bir miqdardır.
Və bunu bayram namazına qədər vermək lazımdır. Bayram namazından sonra versən, sədəqə sayılır, fitrə zəkatından sayılmır. Sonra bil ki, pulla vermək olmaz. Pulla vermək düzgün deyil. Amma belə ola bilər ki, yığışa hamı bir yerdə pul qoya, bir nəfər gedə ala. Belə olar. Amma pulla al mənim bu fitrə zəkatımdır demək şəriətə müxalifdir, sünnəyə ziddir, uyğun deyil Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna. Nə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, nə onun sahabələri Əbu Bakr, Ömər, Osman və Ali, Allah hamısından razı olsun, nə də başqa sahabələr bu cür eləməyiblər. Əksinə onlar hamısı fitrə zəkatlarını alıblar və paylayıblar belə. Ən əfsəl isə öz yükünü özün daşımağındır. Özün alıb, özün aparıb, özün çatdırmağındır. Əgər yəni, bu işdən səni ali qoyan hansısa bir işlər varsa, eyb etməz kimisə kəfil götürəsən, o sənin yeri və bu işləri görə. Və inşallah təbrikləşmək də bayram namazından dərhal sonra olur və bayram günü də yiyib içmək günüdür. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyib. Bayram gününü yemək və içmək günüdür. Və bayram günündən dərhal bir gün sonra istəyən Şəvval orucuna başlaya bilər. İstəyən Şəvval orucuna başlaya bilər. Allah Teala etdiyiniz bu ibadətləri həm sizlərdən, həm bizlərdən qəbul etsin. Nə təqsirlərimiz də olubsa Allah Teala onları bizdən keçsin, günahlarımızı əff etsin və bağışlasın. Və sallallahu nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kətira.